Dünya ədəbiyyatına Azərbaycan ədəbiyyatı elə böyük titanlar, korifeylər bəxş eləmişlər ki, onların adları Dante, Shakespeare, Byron, Sədi Şirazi, Nizami Gəncəvi, Əbülqasım Firdovsi kimi böyük şairlərlə bir yerdə çəkilir. Onlardan biri də Mövlana Məhəmməd Süleymanoğlu Füzuli Bağdadidir. Bu şair Azərbaycan ədəbiyyatının dünya ədəbiyyat məclisinə xəzq elədiyi çox böyük bir incidir. 400 ildən artıq bir vaxt keçməyinə baxmayaraq, bu şairin əsərləri bugün də müasirdir. Şairin yaşadığı, yaratdığı dövr 16-cı əsrə təsadüf edir. 16-cı əsrin əvvəllərində Füzuli yaşayıb yaratmışdır. Amma Füzuli Kərbalada anadan olmağına baxmayaraq, tədqiqatçılar, ədəbiyyatşünaslar buyururlar ki, Məhəmməd Mövlana Füzulinin atası Süleyman kişi Azərbaycanda yaşamış, ixtişaşlar zamanı 15-ci əsrin təxminən sonlarında 1480-ci illərdən sonra Azərbaycanın Ağcabədi rayonunun Oyat kəndindən köç edib Kərbalaya getmişlər. Məhəmməd Füzulinin İraq vilayətində bəzi tədqiqatçılar yazır ki, Bağdad şəhərində anadan olub, bəziləri Hillə şəhərində. Amma Məhəmməd Füzulinin tədqiqatçılarının 90% göstərir ki, Məhəmməd Füzuli Kərbalada yaşayıb, doğulub. Məhəmməd Füzuli özünün Kərbalada doğulmağını özü də öz əsərlərində, şeirlərində qeyd edir. Məhəmməd Füzuli bir şeirində Kərbala torpağını öz məskəni adlandırır və belə buyurur. Ey Füzuli, məskənin üçün Kərbəladır şeirimin. Hörməti hər yerdə vardır, xalq onun müştaqıdır. Nə qızıldır, nə gümüş, nə ləlü, nə mirvaridir. Sadə torpaqdırsa, lakin Kərbəla torpağıdır. Məhəmməd Füzulinin yaradıcılığı çox çətin bir dövrə təsadüf edir. Bu dövrdə Səfəvi və Osmanlı müharibələri, feodal çəkişmələri mədəniyyətə, ədəbiyyata, xalqın yaşayışına çox böyük ağır zərbələr vururdu. Bu zərbələr Məhəmməd Füzulinin özünün həyatında da, əsərlərində də, onun ruh düşkünlüyündə, onun həyatının pis keçməyində, güzaranın pis olmağında da göstərilir. Məhəmməd Füzulinin uzun dövr Azərbaycan ədəbiyyatında aşiqanə qəzəllər yazan, lirik qəzəllər yazan bir şair kimi göstərmişlər. Amma Məhəmməd Füzuli çox əhatəli, çox geniş yaradıcılıq diapazonuna malik olan bir şairdir. Yəni Məhəmməd Füzuli təkcə qəzəl yazmaqla kifayətlənməmiş, böyük həcmli əsərlər də yazmışdır. Eyni zamanda Məhəmməd Füzulinin o dövrdə güclü təhsil aldığını, kimyanı, fizikanı, riyaziyyatı, astronomiyanı, fiqhi, məntiq elmini, fəlsəfəni, Yunan fəlsəfəsini güclü bildiyindən Məhəmməd Füzuli bu biliklərindən öz əsərlərində istifadə etmişdir. Füzuli o dövrdə yaşayan şairlər kimi əsərlərinin əvvəlində Allahın, Muhammed Peyğəmbərin və onun əshabının, dövrün şahlarının məthi ilə, tərifi ilə əsərlərini başlayar, sonra isə öz düşüncələrini, öz şeirlərini verərdi. Əzbər olmuşdur dilimdə şanlı namın ya Əli. Mən kiməm, aləmdə bir kəmtər qulamın ya Əli. Şükr ola Allah kim sayə salıbdır başimə. Dövlət-ü iqbal ilə lütfi müdamın ya Əli. Müshəf-i həqdə olan hər hikmətin mənasıdır. Hikmətin kani olan hər bir kəlamın ya Əli. Kim nicat istər qiyamətdə gərəkdir saxlaya. Taəti həq tək həmişə ehtiramın ya Əli. Cümlə insanlar, mələklər Kəbə tək məbəd sanar. Hər yeri kim orada olmuşdur məqamın ya Əli.
Hər kəs istərsə cahanda çərxidən alsın murad. Kamə çatmaz olmasa lütfi müdamın ya Əli. Lütfü süfrəndən sənin hər ləhzədə min feyz alır. Bu Füzuli vird edər həmdü səlamın ya Əli. Bu Füzuli vird edər həmdü səlamın ya Əli. Məhəmməd Füzuli dəfələrlə öz əsərlərində Allaha, Peyğəmbərə, Əhl-i Beytə bağlılığını nümayiş elətdirmişdir. Və belə deyərdim ki, sırf öz əsərlərini bu yönündən vermişdir. Yəni, hamımıza bəllidir ki, 70 il biz Sovet əsarəti altında olduqda olan zaman Məhəmməd Füzulini bizə düzgün tanıtırmamışdılar. Yəni, Məhəmməd Füzuliyə eşq şairi, belə deyək, yəni eşq o mənada o nöqtə nəzəri demək istəyirəm ki, yəni onun əsərlərini kişinin qadına, qadının kişiyə münasibəti kimi şeirlərindən belə bir məna çıxartmağa çalışırdılar. Amma bu əslində belə deyildi. Çünki insan insana bu cürə yəni məhəbbət bəsləyə bilməz. İnsana məhəbbəti bu qədər uzun ömürlü, bu qədər belə deyək, dərin ola bilməz. Məhəmməd Füzulinin əsl məhəbbəti Allah olan məhəbbət idi. Məhəmməd Füzuli Kərbalada yaşayıb yaratmağından fəxr eləyir. İmam Hüseynə, Muhammed Peyğəmbərin əshabına özünün xidmətindən həmişə fəxr duyduğunu deyir. Və əsərlərində göstərir ki, ruzi yeyən iş əhli Muhammed Səlabatullahın qapısında. Yəni, Muhammed Füzuli bu misrasından göstərirdi ki, o İmam Hüseynin xidmətçisi, eyni zamanda Nəcəfdə İmam Əlinin ziyarətgahında bir müddət xidmətçi olmuş. Hətta oradan maliyyə cəhətdən yəni maaş da almışdır. Yəni, xidmətdə belə deyək də, bundan ibarət olmayıb ki, ancaq o şeirlər yazıb. Xeyr, yəni o xidmətdə Kərbala, deməli, İmam Hüseyn əleyhissalamın hərəmi olan, deməli, hərəmin içində müəyyən işlərdir, belə deyək, təmizlik işlərdir, müəyyən abadlıq işlərdir, İmam Hüseyn əleyhissalamın qəbrinə qulluq eləmək və digər şəhidlərin qəbrinə qulluq eləmək, yəni bu, belə deyək də, Füzulinin əməyi olan işlərdən olur. Və əlbəttə ki, ən böyüyü də budur ki, Füzuli öz əsərləri ilə Kərbəla faciəsini aləmə tanıtdırıb. Yəni, həm nəzmdən, həm nəsildən, yəni Füzulidən qabaq Azərbaycan dilində İmam Hüseyn əleyhissalamı yəni, bu səviyyədə tanıdan bir şəxs olmamışdı. Yəni, əlbəttə ki, bilirsiniz ki, Kərbəla faciəsi Azərbaycan dilində yazılmış bir əsərdir. Və biz Azərbaycanlılar, türklər də bu əsərdən faydalanmaqla həqiqi İmam Hüseynin nəyin uğrunda şəhid olduğunu və bu şəhadətdə, yəni hansı, belə deyək, təsirlərin olduğunu və hansı səhnələrin olduğunu biz Məhəmməd Füzulinin bu əsərində dərk edilib, başa düşürük. Ömrünün axırında Məhəmməd Füzuli Allahdan dua edir və vəsiyyət edir ki, əgər mən dünyadan getsəm, məni İmam Hüseyn əleyhissalamın ayaqlarının altında, yəni qapısının ağzında, cəmaatın keçən yerində, ayaqlarının altında dəfn eləyərsiniz və hər kəs ki, oradan mənim daha doğrusu İmam Hüseyn əleyhissalamın ziyarətinə gələcəklər, məni üstümdən, mənim torpağımı tapdıyıb keçsinlər, İmam Hüseyn əleyhissalamı ziyarət eləsinlər. Yəni, bu cürə məhəbbət əlbəttə ki, yəni, adi bir insanda ola bilməz. Yəni, o, Məhəmməd Füzulinin böyük bir şəxsiyyət olmağına böyük bir, belə deyək ki, nümunədir. Bu qəzəllərində o dövrüsündə, bu dövrüsündə, gələcək dövrüsündə həm yaşlı nəslə, həm gənc nəslə çox böyük tərbiyəvi əhəmiyyət kəsb edən əsərlər vardır. Füzulinin əsərlərində zülmə tab etməmək, elm dalınca getmək, böyüyə kiçiyə hörmət göstərmək, qəlb aşıqlarına hörmət göstərmək, ümumiyyət kasıbın haqqını yeməmək, yetmə himayədə durmaq, ədalət, demokratiya Füzuli əsərlərində çox güclüdür. Leyli və Məcnun əsəri şərq ədəbiyyatında çox geniş işlənən, qəmli bir dastana malik olan bir mövzudur. Amma Məhəmməd Füzulinin əsərinin böyük bəstəkarımız Üzeyir Hacıbəyev tərəfindən seçilməsi, opera kimi ondan istifadə olunması o səbəbdən idi ki, Leyli Məcnunda lirika çox güclü idi. Eyni zamanda operaya uyğun olaraq aşiq və məşuqların dilindən Füzuli qəzəllər verirdi ki, o qəzəllər insan qəlbini ehtisaza gətirirdi. İnsan qəlbinin titrədirdi, tellərini oynadırdı. Və operada da yəni səs, musiqi,
qəlbə toxunmaq, könül oxşamaq kimi hisslər orada göstərildiyindən böyük bəstəkarımız Üzeyir Hacıyev bundan istifadə eləmişdi. Digər şairlərin yazdığı əsərlər isə məsnəvi şəklində ancaq hekayə dastan formasındaydı. Yəni operaya uyğun gəlmirdi. Füzulinin əsərlərinin həm Leyli və Məcnun məsnəvi şəklində olan Həzəz bəhrinin qısa Həzəz bəhrinin seçməsi, Məhbuli, Məfaili, Fəulun, Oynaq bəhr, həm də orada aşiq və məşuqun daxili istiraplarının qəzəllərlə daha qabarıq üzə çıxarılması özünü göstərirdi ki, bu da operaya, çox operasyon əlverişli idi. Həm Leylinin Şamla söhbətini, həm Məcnunun səhrada olmağını, vəhşilər arasında olmağını, tərki dünya olmağını, həm Məcnuna kömək edən Nofəlin hisslərini, eyni zamanda Leylinin qəbri üzərində çox böyük, dərin sarsıntı keçirən Məcnunun dilindən qəzəl deyilməsi o dövrki dünyanın, o dövrdə yaşayan insanların daxil hisslərini daha qabarıq şəkildə verirdi. Füzuli ümumiyyətlə qəlb şairi kimi çox məşhurdur və Füzulinin bu əsərlərindəki həm Leyli, həm Məcnun bu qəzəlləri deyirdi. Onların tam daxili aləmlərini o qəzəllər açıb göstərməyə nail olurdu. Şübhəsiz ki, Məhəmməd Füzuli Leyli və Məcnunu yazarkən öz dövrünün bütün qanun qaydalarını orada əks etdirmiş. Amma bunun ən böyük üstünlüyü ondadır ki, bu dövrə qədər deyirlər ki, Azərbaycan dili sənət, şeir dili deyil. Yəni Azərbaycan dilində böyük əsərlər yaratmaq mümkün deyil. Füzuli bu stereotipi qırdı. Füzuli bu səddi açdı və Füzuli göstərdi ki, Azərbaycan dili də dünyanın digər ərəb, fars, ingilis dili kimi böyük əsərlər yaratmağa qadir olan bir dildir. Leyli və Məcnun yazmağınla bunu bir daha sübut elədi. Deməli, gözəl şairin, böyük şairin ən böyük əsəri Leyli Məcnun poemasında da sırf bu nöqtələrə toxunulur. Yəni, onu demək istəyirəm ki, Məhəmməd Füzuli Leylinin timsalında Allahı göstərmək istəyirdi, Məcnunun da timsalında insan göstərmək istəyirdi. Yəni, hədislərdə də var və İslam dinində də gəlmişdir ki, insan birinci öz yaradanına dərin məhəbbət bəsləməlidir, böyük məhəbbət bəsləməlidir. Yəni, bu məhəbbətin əsasında təbii ki, insan əməlləri də yer tutur. Yəni, birinə Lordu da deyir ki, birinə deyirsən ki, mən səni sevirəm, mən səni istəyirəm, amma onun dediyinə əməl eləmisənsə, təbii ki, bu məhəbbət boş məhəbbətdir. Yəni, Məhəmməd Füzuli onu göstərmək istəyirdi ki, insan əgər onu yaradan varlığı tanıyıb və onu nə cürə, hansı məhəbbətlə yaratdığını bilirsə və ona özü də o məhəbbətini göstərmək istəyirsə, bildirirsə, gərək onu nəinki dildə, gərək əməldə göstərsin. Bilirsiniz, hədislərdə var ki, iman 3 qismdir. Biri dildə demək, ikincisi qəlbdə təsdiq eləmək, üçüncüsü də əməldə göstərmək. Yəni, əgər bu 3 dənə, belə deyək, atributlar olmasa, imanı işlətdirmək olmaz. Yəni, iman bir növ bunlarla sıx bağlıdır. Yəni, imanın tərkib hissələridir, belə deyək. Yəni, Məhəmməd Füzuli də öz əsərində bunu göstərməyə çalışmışdı. Biz insanlara anlatmağa çalışırdı ki, yəni, əgər sənin Allaha məhəbbətin varsa, yəni Allaha qəlbən istəyirsənsə, gərək Allahın yolunda hər növ müsibətlərə hazır olmalısan. Nə cür ki, Məcnun adı elə belə götürmədi. Yəni, Məcnun mənası dəli deməkdir. Yəni, dəli divanı olmaq. Yəni, Allahın məhəbbətindən o dəli divanı oldu, düşdü səhralara və hər anı, hər saniyəsi, hər dəqiqəsi Allahla bağlı idi Məcnun. O dövrdə böyük həcmli əsərlərin geniş yayılması çox çətin idi. Ona görə də Məhəmməd Füzuli əsasən qəzələ böyük üstünlük vermişdir. Və şair buyurmuşdur: Qəzəl-i qəzəl seydi asan deyil, qəzəl münkür əhli irfan deyil. Qəzəl bildirir şairin qüdrətin, qəzəl artırır şairin şöhrətin. Könül gəlsə əşşarə çox rəsm var, qəzəl rəsmiyyət cümlədən ixtiyar. Ki, hər məhvilin zinətidir qəzəl, firadimətlər sənətidir qəzəl. Qəzəl də ki, məşhuri dövran ola, oxumaq da, yazmaq da asan ola. Qəzəl kiçik həcmli olduğundan, şarvanlarda gedən adamların dildən dilə keçdiyindən, geniş ərazilərdə yayıldığından Füzuli o dövrdə öz fəlsəfi, siyasi
görüşlərini, fikirlərini qəzəl vasitəsilə yaymağı daha münasib hesab etmişdir. Ancaq bununla belə şair Leyli və Məcnun kimi, Bənc-i kimi, Ənisül Qəlb kimi, Söhbətül Əsmar kimi, Şikayətnamə kimi böyük əsərlər də yazmışdır. Mənim başqa xanəndələr kimi, mənim də repertuarımda Məhəmməd Füzulinin deməli, poeziyası xüsusi yer tutur. O cümlədən Azərbaycan televiziyası və radiosunun fondunda deməli, mən oxumuşam Şahnaz muğamı, Kürdü Şahnaz Məhəmməd Füzulinin sözlərinə. Muğama çox sevgim, məhəbbətim olduğu üçün, yəni muğam mənim həyatımdır, nəfəsimdir. Ona görə də muğam da oxuyanda Füzulisiz, Məhəmməd Füzulisiz konkret mümkün deyildir. Çünki bütün xanəndələr ilk öncə Məhəmməd Füzuliyə müraciət edir. Ona elə bir ki, muğamın, mən deyərdim, elə kökündə də bir Füzulilik var. Füzuli nəfəsi var. Çünki Füzulinin qəzəllərini artıq götürüb işləyəndə, artıq hər hansı bir muğam üstə oxumaq istəyəndə elə öz-özünə oxunur. Ona görə ki, Füzuli elə yazıb ki, qəzəllərini əruz vəznində və ümumiyyətlə muğam formasında, muğam janrında çox yəni gözəl alınır. Muğam ərəb sözü məqam sözündən götürülmüşdür. En, dairə, böyük, uzunluq və bu yəni əruz vəznində yazılan